Bilirsiniz, mesela Bakıxanovu yetiştirən hansı mühitdir? Bakıxanov Rus polkovniki idi, düzdür? Bəli. Hamısı bəlli bir dövrdə bu mərhələni keçəndən sonra hamısı öz millətinə qayıdan insanlar idi. Mədəni Rəsayda atasının yanında dini təhsil alırdı. Amma əsas gerçəkçi dünyəvi təhsili harda aldı? Axundovun atası, yox, Əhməd bəyoğlunun atası onu molla eləmək istəyirdi. Anası erməni müəllimi tutdu, onun yaxasından qopardı, qızılı ayda verərək. Dedi ki, bu uşağı rus dilini öyrədirsən, bu geçsin təhsil alsın. Rus məktəbində 4 Azərbaycanlı oxuydu. Onun biri, 3-ü qaçdı məktəbdən. Bir dənə Əhməd Ağoğlu getdi Peterburqa, orada girənmədi, getdi Sorboniya. Bir Sorbonanı qutarmaqla Azərbaycanın böyük bir mütəfəkkiri yedi. Bu Şuşada qalsaydı, babasının yanında. Amma özü müsəlman saymasaydı, o təhsili almasaydı, dədəsinə, babasına, qövmünə və millətinə və məzhəbinə bağlı olmasaydı, o Əhməd Ağoğlu olmazdı. Yox, elə o bağlıydı da, amma hamısı bağlıydı da. Bağlı olmasında biləkdən öyrənən. Amma cahilin millətinə bağlılığın faydası olmur. Cahil sonradan tam olaraq normaldır. Biri digərini inkar etmir də, deyilmi? Yox, inkar etmir məsələsi deyil. Tarixin müəyyən bir dövrü var ki, xalqın seçkin aydınlarının yetişmə mühitini biz doğru tapmalıyıq. Bir Qori müəllimlər seminariyası Üzeyir bəyi yetişdirib. Üzeyir bəy başqa mühitdə ola bilsin ki, bu formatda yetişməyəcəkdir. Yəni bir Axundov da yetişməyəcəkdir. Söhbət nədən gedir? Məsələn, Qafqazın Şeyxülislamı ilə Axundov hər axşam görüşüb söhbət eləyirdilər. İkisi də mütərəqqi insanlar idi. Amma söhbət nədən gedir? Söhbət mədrəsənin çoxluğundan getmir. Söhbət mətndən gedir. Bizim ilk tarix mətnimiz Bakıxanovdan başlayır. Modern tarix mətnimiz Bakıxanovdan başlayır. Niyə 19-cu əsrdə başlayır? Niyə 18-də yoxdur? Niyə 17-də yoxdur? Niyə Rusiyada 17-ci əsrdə yoxdur? Yox, Rusiyanı müqayisə eləməyin. Almaniyada. Özümüzü gətirim. Fransada nə vaxt olub ki? Almaniyada aydınlanma hərəkatı artıq 16-cı əsrdən başlayıb, Luther başlayıb. Bunlarda inkişaf gedib, mətbəə gedib. Biraz 3 əsr əvvəl olub. Və indi 12-ci əsrdə Almaniya nə vəziyyətdə idi, Fransa nə vəziyyətdə idi? Yox, 12-ci əsrdə bizdən də pis idi. Sadəcə onlar Pənah bəydən fərqli olaraq onların düşüncə adamları oturdular, fikirləşdilər. Müstəmləkəçilik olmasaydı, bizim dediyimiz nədir? Biz dini öz yerinə qoymalıyıq, dünya həyatından çıxarmalıyıq, mənəvi həyat kimi saxlamalıyıq. Şəriət hökmləri, din hökmləri, kilsə hökmləri dünya həyatına qarışmamalıyıq. Biz onu eləyənmədik. Biz onu eləyənmədik. Bizdə hələ də 19-cu əsrin əvvəlində şəriət məhkəmələri idi. Və Əli və Ninonu oxuyanlar, başqa müasir oxuyanlar baxarsınız ki, İbrahim bəyin sərgüzəştlərini oxuyanda bizim mühiti heç bir tənqid də eləməyib. Harada nə vəziyyətdir, nə qədər səfalətin içində olduğumuzu göstərir. Səfalətdən çıxmağın yeganə yolu məktəbdir. Biz təkcə bu yolu keçməmişik. Fin də keçibdir. Siz niyə qarışdırırıq mövzu? Sən deyirsən ki, Rus müstəmləkəsi olmasaydı, heç cür o inkişaf olmazdı. Mən isə deyirəm ki, təkcə mən deyirəm. Siz deyirsiniz ki, İran tərkibində qalsaydıq daha yaxşı olacaq. Qacarlar yaxşı olacaq. Başqa nədir? Alternativindir. Bu bir bizə aid deyil. Yox, alternativindir. Bu bir bizə aid deyil. İngilis, Fransız, Alman müstəmləkəçilərinin də əsas ideyası o idi ki, bizim müstəmləkələr olmasaydı, məsələn, Hindistan indiki səviyyə çatmazdı və s. Düz demir. Bu bir bizə aid deyil. Düz demir Hindistan.